Məhyev Cümşüd Nadiroğlu, Göyçay rayon Şahsultanlı kənd sakini, fermer. Hal-hazırda mənim 3 dənə Belarus traktorum var. Üçündən də kənd təsərrüfatında lazım olan bütün işlərdə istifadə edirəm. Çox gözəl texnikalardır. Gəncə traktor zavodundan götürmüşük. Vaxtaşırı olaraq zavod işçiləri bizi ilə əlaqə saxlayır, gəlib baxırlar, yoxlayırlar. Lazım olan ehtiyat hissələrin, sürtkü materialları ilə bizi təmin edirlər. Ona görə də onlara da bütün Kənd Təsərrüfatı Nazirliyinə də, işçilərinə də öz təşəkkürümüzü bildiririk. Əvvəlkilərlə müqayisədə belədir ki, gücün artırırlar, ondan sonrasına komfortun artırırlar. Sağ olsunlar bizim Belarus qardaşlarımız da bizi üçün belə texnikalar hazırlayırlar. Mən artıq 50 ildir ki, Belarus texnikalarından istifadə edirəm, işlədirəm. SSR dövrü də işlətmişəm, hal-hazırda da işlədirəm. Buna bizim çox inamımız var. Biz bundan elə bir ki, çoxdan işlətdiyimiz üçün o biri texnikalarla bizimki düz gəlmir. Artıq biz elə bir ki, Belarus texnikalarına alışmışıq. Onlarla da işləyirik. Bir 10-cu traktordur mən Belarus traktoru gətirirəm. İldən ilə də müasirləşir. Heç bir narazılığım da yoxdur. Məhyev Məhəmməd Cümşüdoğlu. Çox gözəldir, sərfəlidir. Şum eləyirik 4 korpus çotanla. Həm əkinimizdə istifadə eləyirik də. Əladır. Təşəkkür eləyirik Gəncə zavoda da. Göyçay rayon Yekixan kənd sakini Hüseynov Xəyal. 6 ay bundan qabaq götürmüşəm 89-2 traktoru. Əvvəlkilərlə müqayisədə komfortunda biraz üstünlükləri var, sərfiyyatında üstünlükləri var. Şumda istifadə edirik. 89-2 belə traktordur ki, universallı traktordur, yəni hər işlərdə istifadə etmək olur. Tərfiyyatı əvvəlkilərlə müqayisədə yaxşıdır, normaldır. O da bizə bir üstünlük verir. Biz bu traktorla mövsümü olaraq ot biçinində, presində, şum, sonra səpində istifadə edirik. Belarusdan başqa düzdür, traktor ehtiyat hissələrinə görə başqa traktorlar bizə əl vermir. Ehtiyat hissələrini tapmırıq başqa traktorları.